Buna bir saniyə bax, çünki bu vacibdir. Əgər heç vaxt fikirləşmisənsə ki, sənin torpağında bəzi meyvə ağacları yetişmir və ya bir ağac istədiyin kimi boyumur, qal burada, çünki problem adətən birdadır və demək olar ki, heç kim buna fikir vermir. Bu gün qısa bir video çəkmək istəyirəm ki, çox sadə, amma əsas bir şeyi xatırladım. Bunun ucun 2 ovucu cihazına ehtiyacımız olacaq. Onları tapmaq çox asandır, ucuzdular və həqiqətən dəyər. Videonun təsvirində onları haradan tapa biləcəyini qoyacağam, əgər istəsən. Və narahat olma, çünki indi sənə necə istifadə olunacağını göstərəcəyəm. Çox asandır. Birinci olucu cihazı universal olucu cihazıdır və birbaşa torpaqda istifadə olunur. Bu cihaz torpağın rütubətini, temperaturunu, keçiriciliyini və bu halda ən vacibi torpağın pH-ını ölçmək üçündür. Məsələn, təsəvvür et ki, səndə bir sitrus ağacı var. Limon, portağal və ya istənilən növ sitrus. Bu tip meyvə ağacları üçün optimal pH təxminən 5,5 ilə 6,5 arasında olmalıdır. Bəs pH çox yüksək olanda və biz onu nəzarətdə saxlamayanda nə baş verir? Çox sadə bir şey baş verir. Torpağa verdiyimiz bütün qida maddələri orada toplanır, amma öz işini görmür. Bitki onları mənimsəyə bilmir və məhz burada insanların çoxu səhv edir. pH-ı tənzimləyəndə həmin qida maddələri bitki ucun əlçatan olur. Bəzən bu təbii şəkildə baş verir, çünki torpaq zamanla turşulaşır. Amma çox vaxt bu prosesə kömək etmək lazımdır. Və məhz bu videonun məqsədi də budur. Bu əsas addımdır. Meyvə ağacının işləməyə başlamasına səbəb olan qoldur. Çünki o tipik sər var, yox, burada meyvə ağacları tutmur, çox vaxt bu həqiqət deyil. Sadəcə olaraq torpaqda qələbi pH var və heç kim bunu düzəltmir. Və bunu məhz burada sənə öyrətdiyim kimi tənzimləmək olar. Bu qədər sadədir. İkinci olucu cihazı daha sadə və ucuzdur və biz onu suvarmada istifadə etdiyimiz suyun pH-ını ölçmək üçün istifadə edəcəyik. İstifadə edəcəyimiz su ilə bir qab doldururuq və olcunu götürürük. Adətən su qələvi olur. pH-ı aşağı salmaq üçün ən asan yol limon və ya sirkə istifadə etməkdir. Az-az əlavə edirik, qarışdırırıq və olcunuq, ta ki olcu cihazı bizə 6-ya yaxın bir pH göstərənə qədər. Bu da əksər meyvə ağacları üçün ideal pH-dır. Artıq suyu tənzimlədikdən sonra suvarırıq və torpağın pH-ı dərhal dəyişir. Əslində, dərhal yox, amma tədricən substrat uyğunlaşır və sonda tarazlaşır. Əgər bunu etməsək, bitkidə həmişə qida bloklanması olacaq, torpaq qida maddələri ilə dolu olsa belə. Əgər bunu etsək, o mikro və makro elementlər əlçatan olur və bitki onları mənimsəyir. Dəyişiklik hiss olunur, rəng, canlılıq, boyumə, yarpaqlar, qovdə. Tamamilə hər şey yaxşılaşır. Məni xatırlayacaqsan və deyəcəksən, bunu əvvəllər necə bilmirdim? Və bu, təkcə meyvə ağaclarına aid deyil. Bəzək bitkiləri, tərəvəz bağı, tamamilə hər şey üçün keçərlidir. Bu ümunidir. O videonu qısa çəkmək istədim ki, bir çox insanın gözdən qaçırdığı bir şeyi, xüsusilə də meyvə ağaclarını və bitkiləri sevənlər üçün xatırladım. Çox insan burada səhv edir və bunun çox asan həll olunan bir şey olduğunu başa düşmür. Ona görə də fürsətdən istifadə edib kanala abunə olduğun, videoya like verdiyin və onu mənim kimi meyvə ağaclarını sevən insanlarla paylaşdığın üçün sənə təşəkkür edirəm. Əgər hər hansı bir sualın varsa, onu aşağıda səhərlərdə yazmaqdan çəkinmə. Sənə heç bir öhdəlik olmadan cavab verəcəyəm. Çox sağ ol və növbəti videoda görüşərik.